Salam qızlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər kəs yaxşıdır. Bugün qulançar bişirəcəm və istəyirəm öz bişirdiyim qaydanı sizinlə də bölüşüm. Əslində çox bəsitdir resept. Soğan və qulançardan ibarətdir. Soğanı xırda şəkildə doğrayıb qovurduqdan sonra qulançarı xırda şəkildə doğrayıb soğançarın üzərinə əlavə edirəm. Bəzi xanımlar qulançarı ilk öncə qaynadır, sonra isə doğrayıb yeməyə əlavə edir. Ancaq mən qaynatmağı məsləhət görmürəm, çünki vitaminləri bu zaman suya keçir. Gördüyünüz kimi mən artıq soğanı doğradım və zeytun yağı əlavə edilmiş tavada başlayıram qovurmağa. Bu sırada qulançarların uc hissələrində olan qatı hissəni bıçaqla kəsib atıram. Qalan yumuşaq hissələrini də xırda və yaxud da ki, iri şəkildə doğrayıb soğançanın üzərinə əlavə edib qovurmağa başlayıram. Bu arada qızlar, hələ də məni izləyib kanalıma abunə deyilsinizsə, kanalıma abunə olaraq mənə dəstək olun və şərh bölməsində öz dəyərli fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Artıq soğanım saralmağa, hətta qovrulmağa başlayıb. Bu zaman doğradığım qulançarları soğanımın üzərinə əlavə edirəm və bu zaman qazın gözünü qısıram. Yəni ən aşağı gözə qoyuram ki, biraz qulançarlar suyunu buraxsın və yumşalmağa başlasın. Mən qulançarları yumurta ilə daha çox bəyənirəm. Ona görə üzərinə qovrulduqdan sonra yumurta vuracağam. Bunun üçün 4 dənə yumurtanı qarışdırdım və kənarda gözlədirəm ki, qulançarlarım tam qovrulsun və yumşalsın. Ondan sonra yumurtanı üzərlərinə əlavə edəcəm. Baxın, artıq qulançarlarım yumşalıb, qaşıqla basdıqda əzilir. Bu zaman üzərinə duz və sarı kök əlavə edirəm. Siz istəsəniz zövqünüzə uyğun olaraq qara istiot və ya qırmızı istiot əlavə edə bilərsiniz. Sonra 1-2 dəqiqə qarışdırdıqdan sonra kənarda gözlətdiyim yumurtanı qulançarlarının üzərinə əlavə edəcəyim. Yumurtanı da əlavə etdikdən sonra qapağını örtürəm və bir neçə dəqiqə yumurtanın bişməyini gözləyirəm. Bu zaman qazın gözünü alçaq oda qoyun ki, yumurta tam pişsin. Buraya qədər məni izləyən bütün hər kəsə öz təşəkkürümü bildirirəm. Siz də hazırlayın, çox maraqlı, ləzzətli təamı var və nuş edin.